Dövlət İmtahan Mərkəzinin yeni nəşr etdiyi test toplusunun 2025-ci il variantından xəritə və qlobus mövzusuna başlayıb. Buradakı testlərin izahını sizlərlə paylaşacağım. Gəlin başlayaq. Deməli, deyir ki, qlobusda cəhəti müəyyən edirlər. Nəyə görə, yəni nəyin əsasında? Qlobusda cəhət təyin olunur. Təbii ki, dərəcə toru əsasında. Dərəcə torda bilirik ki, qlobus üzərində meridian və paralellərin kəşfməsinə əmələ gələn coğrafi şəbəkədir. Gəldik 2-yə. Coğrafi uzunluğa aid olmayan cəhət. Coğrafi uzunluq, yəni meridiana aid olmayan cəhət, elə ekvatordan hesablanması ifadəsi ona aid olmayan cəhətdir. Çünki o meridiandan hesablanır. Məsələn, başlanğıc meridiandan hesablanır, Qrivniçdən hesablanır, meridiana əsaslanır, şərq-qərb yarımkürəsini məhz bu coğrafi uzunluq əsasında təyin edirik. 0-180 arasında dəyişir. Bu ifadələrin hamısı ona aiddir. Bir dənə ekvatordan hesablanmaq aid deyil. 3-ə baxaq. Xəritələr əsasən nəyə görə, hansı əlamətinə görə qruplaşdırılır? Təbii ki, məzmununa, ərazi aid etməsinə və miqyasına görə. Cavabımız Y. Müşahidəçi yerin hansı nöqtəsində dayansa, bütün məntəqələr ondan şimalda yerləşər. Təbii ki, cənub coğrafi qütbündə yerləşsə, dayansa, bütün məntəqələr ondan şimalda yerləşmiş olacaq. Cavabımız Y. Yer kürəsinin müstəvi üzərinə köçürülməsi üsulu kartoqrafik proyeksiyalardır. Cavabımız Y. Generalizasiya hansı miqyasda daha az olar? Generalizasiya ümumiləşdirmədə daha az olmasından ötürü böyük miqyas lazımdır. Böyük miqyasda da miqyas kəmiyyəti kiçik ədəd olur. Yəni cavab A. Deyir ki, coğrafi koordinatları 35 dərəcə şimal enliyi, 55 dərəcə şərq uzunluğu olan məntəqə Bakı şəhərinin hansı istiqamətindədir? Bakını da təsvir eləyək. Bakıda biz bilirik ki, 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğudur. Bakı buradadır, bu məntəqə də burada. Harda yerləşir? Cənub-şərqdə. Yəni cavabımız D. Keçək 8-ci suala. Miqyas 120 milyon olan torpaq xəritəsi. 120 milyon görür ki, 1 milyondan böyük ədəddir. Miqyas kəmiyyəti böyükdür 1 milyondan. Ona görə bu kiçik miqyaslıdır. Kiçik miqyaslı xəritələr biz bilirik ki, 1 milyondan daha iri rəqəmlər. Miqyas kəmiyyətində dayananda deyirik ki, bu kiçik miqyaslıdır. Kiçik miqyaslı da 2 dənəsində var və torpaqdan getdiyinə görə bir mövzudur, tematikdir. Yəni cavabımız C. Keçək. Yenə miqyasına görə xəritələrin tiplərini müəyyən etmək lazımdır. Biz bilirik ki, xəritənin miqyasını 3 yerə bölüb, böyük, orta və kiçik. 10 mindən 200 minə qədər olanlar böyükdür. Görürsünüz, 100 min bu intervaldadır. Ona görə böyük miqyaslıdır. 200 mindən 1 milyon intervalında olanlar orta miqyaslı. 1 milyondan daha iri olanlar isə, yəni miqyas kəmiyyətindəki ədəd iri olarsa da o zaman kiçik miqyaslı olmuş olacaq. Bu da kiçik miqyaslı. Böyük, orta, kiçik, cavab D. Qlobusa aid olan əlamətləri müəyyən edin. Qlobusa aid olan əlamətlər təbii ki, yerin əyriliyinin nəzərə alınmasıdır. Əyrilik nəzərə alınır, coğrafi obyektlər təhrifsiz təsvir olunur və bir də 1-2 Y variantındadır. Bir də 5 bütün hissələrində miqyas eyni olur. Cavabımız Y. İki şəhər arasındakı məsafə 30 milyonluq xəritədə 5 sıfır silirik, qalır 300. Yazırıq 1 santimetrdə 300 kilometrimiz var. Bəs deyir ki, qlobusda neçə santimetrdir? 6 santimetrdə x. X bərabərdir 1800. Cavab D. Miqyası 1 bölünsün 100 min. İki şəhər arasındakı məsafə isə 5,5 santimetrdir. 100 mindən 5 sıfırını silirik, qalır 1 santimetrdə 1 kilometr. Bizim də 5,5 santimetrimiz olur. Onu da 1-ə vuranda yenə 5,5 eləyir. Cavab C. Miqyas 5 dənə sıfırı silirik, qalır 5. Yazıram 1 santimetrdə 5 kilometr. İki şəhər arasında neçədir məsafə? 35. 35 santimetrdə isə x. 35 5-ə vururuq, eləyir 175. 14-cü sual. Coğrafi deyir ki, eyni meridian üzərində. Meridian eynidir. Birində Ulan-Bator şəhəri var. Ulan-Bator 48 şimal enliyidir. Bu Ulan-Batordur. Birində isə Jakarta şəhəri var. O da 6 dərəcə cənub enliyidir. Bu da Jakartadır. Ulan-Bator Jakartadan hansı azimutdadır? Ulan-Bator Jakartadan şimaldadır və 0 azimutundadır. C variantı. Ankara və Pekin şəhərləri eyni enlikdə yerləşsələr də Ankara 33 dərəcə
şərq uzunluğu, Pekin isə 117 dərəcə şərq uzunluğundadır. Pekinin Ankaradan hansı azimutda, Ankaranın Pekindən hansı istiqamətə yerləşdiyini bilin. Deməli, Ankaradır, Pekindir, Madriddir, Bakıdır, New Yorkdur. Bu şəhərlər hamısı 40 dərəcəli yenilikdədirlər. Ona görə baxın, Ankara ilə Pekin deyən kimi 40 dərəcə şimal yeniliyindədirlər. Ankaranın uzunluğu 33 şərq uzunluğu, Pekində 117 şərq uzunluğu. Kəşfə nöqtəsində bu Pekin, bu da Ankara. İndi baxaq. Pekin Ankaradan hardadır? Ankaradan Pekin hardadır? Şərqdədir. Yəni hansı azimutdadır? 90 azimutundadır. Sonra deyir ki, Ankara Pekindən. Yəni Pekindən Ankara hardadır? Qərb istiqamətində. Yəni cavabımız A variantı olacaq. Keçək. Deyir ki, miqyası 1 bölünsün 100.000 olan xəritədə 2 məntəqə arasında məsafə 10 cm-dir. 5 sıfır silərik, 1 cm-də qalır 1 kilometr. Bizim də 10 cm-imiz var. 10 cm-də də x. Yəni onu da 1-ə vuranda 10 elədi. Keçək. İndi 20 cm. 1 cm-də 1 kilometrdir. 20 cm-də də 20 olacaq. Aha, bu şərtdə ödənildi. Miqyasına görə həmin xəritə, yəni bu xəritə hansı miqyasa aiddir? 100.000. 10.000-dən 200.000 arasındasa da böyük miqyaslıdır. Cavabdır. İrkutsk və Singapur şəhərləri eyni uzunluqdadır. İrkutsk 53 dərəcə şimal enliyində, Singapurda 1 dərəcə şimal enliyində. Bu Singapurdur, bu da İrkutskdur. Deyir ki, Singapur İrkutskdan hansı azimutdadır? İrkutskdan Singapur cənubdadır, yəni 180 dərəcəli azimutdadır. İrkutsk isə Singapurdan şimaldadır, yəni cavab B. Grenlandiya adasının cənub ucqar nöqtəsi ilə Grenlandiyanın cənubu 60 şimal enliyi verib. Şimal qütbü də 90-dır. Arada neçə dərəcə var? İkisi də şimal olduğuna görə çıxırıq. 90-dan 60-ı çıxırıq 30. Vururuq 111-ə 3330. O deyir ki, bu miqyaslı xəritədə 5 sıfır sildik neçə qalır? 300. Deməli, 1 cm-də 300 kilometrdirsə də 3330 neçə santimetrdədir? X. 3330 da 30-a böləndə neçə eləyir? Daha sonra 300-ə bölən neçə eləyir? 11,1. Cavab A variantı olmuş olacaqdır. 19. Şimal qütb dairəsi. Şimal qütb dairəsi 66,5. Cənub tropik xətti. Cənub tropik xətti isə 23,5 cənub enliyi olacaq. Biri şimaldır, biri cənubdur. Toplamaq lazımdır. Topladıq. 90 dərəcə elədi. Onu da məsafəyə keçdiyində 111-ə vururuq. 9990 B variantı. 20-ci tapşırıq. Miqyas 22 milyondur. 5 sıfırını silirik, qalır 220. 1 cm-də 220. 10 cm-də nə qədərdir? X. Vururuq eləyir neçə? X. 2200 eləyir. 2200, 2200, 2200. Sonra deyir ki, 1 cm-də yenə miqyası yazırıq. 220. Bizim neçə santimetrimiz var? 15 cm. İkinci xəritədə bu nə qədər eləyir? 3300 eləyər. O da cavabımız Y. Yəni, bu da nə miqyaslı idi? Kiçik miqyaslı olmuş olacaqdır. 21. Deyir ki, kəsmə yüksəkliyi 4 metrədir. Baxın, burada 12 verilib. B 4 metr hündürdür, çünki bu dağdır. Deməli, 16-dır. A isə 4 metr aşağıdır, yəni 8. A 8, B 16. Cavabımız C variantı oldu. Şimal qütb dairəsi. Şimal qütb dairəsi 66,5. Cənub qütb dairəsi, o da cənub 66,5. Biri şimal, biri cənub. Toplamalıyıq. 66,5 gələndə neçə eləyir? 133. Vururuq 111-ə. Neçə eləyir? 14763 B variantı. Şimal qütb dairəsi yenə 66,5 şimal enliyi. Şimal tropiki 23,5 şimal. Arada fərqi tapanda ikisi də şimaldır. 66,5-dən 23,5-i çıxırıq, eləyir neçə? 43. Onu da vururuq 111-ə. Alırıq neçəni? 4773 C variantını. Fiziki xəritə 39 və 41 dərəcə. 39 və 41 dərəcəlik şimal enlikləri arasındakı ən qısa məsafə. Baxın, dərəcə fərqinə baxın. Yəni 41-dən çıxın 39-u. Eləyir neçə? 2. 2-yi vururam 111-ə. 222. O neçə santimetrdədir? 44,4 santimetrdə 222. 1 santimetrdə x. 22,2 222-ni 44,4-ə böləndə neçə alırıq? 5. 5 kilometr. Cavab A variantı.
Kartoqrafik terminlər. Kartoqrafik terminlər təbii ki, miqyasdır, şərt işarədir və dərəcə torudur. 1, 2, 5, 1, 2, 5 C variantı. Nisbi hündürlük bu iki nöqtə arasındakı fərqi niveləyir. Nisbi hündürlük ölçür, kompasda cəhəti təyin edir. Kartoqrafi terminə aid deyil. Miqyas aiddir, terras çaya aiddir. Aid deyil deyə ona götürürük. Yəni bu çaya aid olan bir termindir. Kartoqrafik termin deyil. Proyeksiya kartoqrafik termindir. Dərəcə də kartoqrafik termindir. Dərəcə toru. Qnomun amma kölgəyə görə istiqamət təyin eləyir. Termin deyil, yəni kartoqrafik termin deyil. Exolot da okean dibinin dərinliyini isə siqnal vasitəsilə ölçən cihazdır. Deməli 4, 6 və 3, 3, 4, 6 cavabımız C. Cənub qütbündən 90-120 azimutları ilə getsək, haraya, hansı istiqamətinə getmiş olarıq? Cənub qütbündən hansı azimutdan gedirik, gedək? Ancaq şimala gedəcəyik. Cavab C. Yenə cənub qütbü. Azimut fərqli verilə bilər. Fərq eləmir. İstəyirsiniz 0 ilə gedin, istəyirsiniz 180 ilə gedin. Nə ilə gedirsinizsə gedin. Hansı meridianın üzərində hərəkət edirsinizsə edin. Hara getsək, cənub qütbündən şimala getmiş olacağıq. 30-a keçirik, yox 29. Deyir ki, Azərbaycanın 1 bölünsün 500 min. Baxın, 200 mindən 1 milyonun arasıdır. Orta miqyaslıdır. Orta miqyas, orta miqyas və orografik, yəni bir mövzudan, reliefdən gedir söhbət, tematik, yəni cavab D. Yenə miqyasa görürəm 600 min, yəni orta miqyaslıdır və görürsünüz iqlim xəritəsi. İqlim isə bir mövzudur, yəni yenə tematikdir. Orta miqyaslı və tematik xəritə olmuş olacaq. 90 şərq uzunluğundan qərbə doğru ekvator boyu. Bu 90 dərəcə şərq uzunluğudur. Buradan qərbə doğru ekvator boyu. 3330 böldüm bunu 111'e 30 dərəcə get sola doğru. Yəni 90'dan 30 çıx 60 dərəcə şərq uzunluğu 0 ekvator. Çatdığımız uzunluq 60 şərq uzunluğu oldu Y variantı. Globusdan ekvatorun uzunluğu 80 santimetrdir. Globusun miqyasını tapın. O ekvator 40.076'dır. Yuvarlaq biz onu 40.000 götürürük. Onu da 80 santimetrdə veribsə də 1 santimetrə düşəni tapırıq. 40.000-i 80'ə böləndə neçə eləyəcəkdir? Deməli 500. 40.000-i 80'ə bölündə 500. 5 sıfırda atırıq. Bəli, C variantı olmuş olacaq. 32 C. 33. 0 dərəcəlik meridianın uzunluğu 50 santimetrdir. Biz bilirik ki, meridianlar yarım çevrələrdirlər. Tam çevrəsinin uzunluğu 40.009'du. Yuvarlaq 40.000 götürürük. Yarım çevrədə artıq nə olacaq? 20.000. Çünki yarım çevrədə axı meridian. 20.000-i 50 santimetrdə verib. 1 santimetrə nə qədər düşür? X. 20.000-i bölürük 50'yə. O da eləyəcəkdir 400. 400'dən sonra da neçə 0? 5 0 cavabımız Y variantı oldu. Coğrafi koordinatı 0,0 nöqtəsi Qivneya körfəzdir. Bunu əzbər bilmək lazımdır. Nə üçün deyir xəritədə təhrif olur? Çünki kürədən müstəviyə keçirik. Kürə formasından müstəviyə keçməsi üçün təhrif olur. Grenlandiyanın silindrik proyeksiyada tərtib olunmuş dünya xəritəsində daha çox təhrifə məruz qalmasının səbəbi çünki silindrik proyeksiya əsasən ekvator boyunu düzgün verir. Ekvatordan uzaqlaşan yerlərdə səhv eləyir və Grenlandiyada gəlib qütbdədir. Ona görə silindrik proyeksiyada nə olacaq? Bu səhvə uğramış olacaq. Qütb enliyində yaxın yerləşməsi cavab A. 37. Xəritənin miqyasının kiçildikcə ümumiləşmə necə dəyişir? Miqyas kiçilirsə xəritənin miqyası, ümumiləşdirmə artır. Yəni daha çox ümumiləşdirmə, daha çox generalizasiya etmiş olacaq. Xəritənin miqyası kiçildikcə məhəlldəki obyektlərin təsvir olunma dərəcəsi, dəqiqliyi nə olur? Miqyas kiçildikcə dəqiqlik azalır. Çünki 1 santimetrdə daha böyük ərazi təsvir edirik. Ona görə dəqiqliyi azaltmış olacağıq. Deyir ki, böyük miqyaslıları seçin. Böyük miqyas bilirik ki, 1 bölünsün 10.000-dən 200.000-ə qədərdir. 10.000-dən 200.000, 25.000, 50.000 və 100.000. 2, 4, 5, 2, 4, 5 D variantı olacaq 39. 40'a keçək. Riyazi əsasları deyin. Riyazi əsaslar əsasən hesablama əsaslı olacaq. Məsafə və coğrafi koordinat 1, 4. Digərlər isə coğrafi əsası hesab olunur. Cavab C. Xəritədə hansı təhriflər olur? Sahə, bucaq, forma və uzunluq, yəni məsafə təhrif olur.
Ekvatordan qütblərə doğru paralelin uzunluqlarının azalma səbəbi o yerin forması ilə əlaqəlidir. Yerin kürə olduğuna görə ekvatorda çevrə daha böyükdür, qütblərdə isə daha kiçikdir. Qütbə yaxın ərazilərdə. Yəni yerin kürə formasında olması ilə əlaqəli olacaq. İrkutsk şəhəri. İrkutsk şəhəri şimal coğrafi qütbünə qədər olan ən qısa məsafə. Şimal coğrafi qütbü 90. İrkutskda 53. 90-dan çıxırıq 53-ü. Neçə qalacaqdı? 37. Onu da vururuq 111-ə. Neçə 4107 B variantı eləmiş olacaqdı. Verilmiş miqyasa əsasən xərtənin tiplərini müəyyən elə. Bir bölünsün 10.000-dən 200.000-ə qədər olan böyük miqyaslı, 50.000 böyük miqyaslı. 200.000-dən 1 milyona qədər orta miqyaslı, artıq 5 milyon kiçik miqyaslıdır. Böyük, orta, kiçik B variantı 44. 45-ə keçəcək. Miqyası 50 milyon olan qlobusda 40 dərəcəlik paralel çevrəsini ekvator arasındakı meridian qövsünün uzunluğunu hesablayın. Baxın, ekvator 0, 40 dərəcəlik enlik. Arada nə qədər fərq var? 40 dərəcə. Vururuq 111-ə. Neçə eləyir? 4440 eləyəcəkdir. Bunu da bu miqyasa bölmək lazımdır. Yəni 500-ə bölmək lazımdır. 4440-ı 500-ə böləndə neçə eləyəcək? 8,88 eləyəcək. Cavab D variantı. Sonra keçək 46-ya. Kartografik yeni bir tematik xəritə düzəldir. Bu məqsədlə müxtəlif rəng çalarlarından istifadə edir. Ovalıqlar yaşıl, dağlar tünd qəhvəyi, yəni rəng tonlarından, keyfiyyət fonundan istifadə edib. Cavab D. Həm böyük, həm də kiçik miqyasda olur. Generalizasiyaya məruz qalır. Təhriflidir, riyazi əsaslıdır, təbii ki, xəritə. Sonra plan və xəritənin niyə belə görsəndim? Plan və xəritənin miqyası asılıdır. Təbii ki, ərazidən asılıdır. Ərazi nə qədər çox olacaqsa, bizim miqyasımız o qədər kiçik olacaq. Ərazi nə qədər az olacaq, miqyas o qədər böyük olacaq. Ərazidən asılıdır, ərazinin ölçülərindən və kağızın ölçüsündən də asılıdır. Cavab Y variantı olacaq. 48 isə Y. 49. Sxemə əsasən doğru olan fikri ifadəni müəyyən eləyin. Baxaq, B-nin sahəsi Y-dən böyükdür. B-yə baxırıq. Burada biz ekvatoru bir fərqləndirməliyik. Ekvatora yaxın olanların sahəsi böyük olacaq. B, Y. Y daha yaxındır. Y daha böyük olmalıdır. Bu da deyir B Y-dən böyükdür. Səhv dedi. D ən böyük sahəyə malikdir. D də böyükdür. Y də. Bunların sahələri bərabərdir. Baxın, Y variantındadır cavab. Y, D ikisi də bərabərdir. Baxın, ikisi də 10 və 0-ın arasındadır. Hər ikisində şərqi və qərb arasında 10 dərəcəlik bir fərq vardır. 0, 10, burada da 10, 20. Yəni 10 dərəcəlik fərq var. Digər variantları da deyək. B və C-nin sahəsi A-dan kiçikdir. A ekvatordan ən uzaqdır. O daha kiçikdir. Yəni B, C A-dan böyük olmalıydı. Bu da səhvdir. A və C eyni sahəyə malikdirlər. A ilə C xeyr biri, baxın, daha ekvatordan uzaqdır. C isə biraz yaxındır. Ona görə eyni sahə ola bilməzlər. Cavab Y. Müşahidəki Bakıdan 0 azimutundan 4440 hərəkət eləyərsə. Bakı 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Buradan 4440 dərəcə bölürəm bunu 111-ə. 40 dərəcə yuxarı gedirəm. Çünki 0 azimutu iləndir. Gəlirəm çatıram 80-ə. 80 dərəcə şimal enliyindəyim. Deyir, ən uzun paralel meridian üzərində hərəkət edib. Bütün meridianların sahəsi bir-birinə bərabərdir. Birincisi, bu ifadə tamamilə yanlış ifadədir. Şimal qütbü üzərində digər yarımkürəyə keçir. Xeyr, 40 dərəcə yuxarı qalxdı, 80-də qaldı. Da 90 və o yana keçmədi. Deməli, bu ifadə də yanlışdır. Deyir ki, çatdığı paraleldə 1 dərəcə uzunluğu daha böyük olar. Baxın, 80-də 1 dərəcənin qiyməti nə qədərdir? 19,4-dür. Amma 40-da 1 dərəcənin qiyməti nə qədər? 85,4. Hansı daha böyükdür? 40-da 1 dərəcənin qiyməti. Bu da deyir ki, 1 dərəcənin qiyməti daha böyük olar. Səhvdir də axı, daha kiçik olar.
Qütb ulduzunu daha böyük bucaqdan görər. Bax, bu düzdür. Çünki 80 dərəcə görəcək qütb ulduzunu. 80 şimal enliyi. Amma Bakıda isə 40 dərəcə görsənirdi. Bax, cavabımız D variantı oldu. Qrinç meridianı dərəcə fərqi kiçilir. Nəzərən dərəcə fərqi kiçilir. Dərəcə, yəni 80 dərəcədə o böyümüş olur, kiçilmir. Deməli, cavabımız D oldu. 51. Bakının yerləşdiyi N dairəsi və təqribən onunla eyni yerləşən şəhərlər. Bakı 40-da yerləşir. Onunla da Pekin, Ankara, Madrid, New York, bir də elə Bakının özü. Eyni şəhərlər. Bax, bu şəhərlərin hamısı 40 dərəcə şimal enliyindədir. Kiyev, Singapur, Yakutsk Bakıdan hardadır? Kiyev Bakıdan şimal-qərbdə yerləşir. Şimal-qərbdə. Singapur cənub-şərqdə yerləşir. Bunun xəritənin üzərində də baxa bilərsiniz. Şimal-şərqdə isə Yakutsk olacaqdır B. Gəlirik 53-ə. Deyir ki, sxemdə ABC xətti üzrə məsafə 20 milyondur. Bunun xəttədəki məsafəsini tapın. A'ya baxın. A 20-nin üzərindədir enlik olaraq. B hardadır? O da 0-ın üzərindədir. Arada neçə dərəcə var? 20 dərəcə. Vururam 111-ə. Neçə eləyir? 2220. B ilə C-yə baxın. B Greenwichdən 30 dərəcə solda. C də 30 dərəcə sağda. Cəmi 60. Vurdum 111-ə. 6660. Buradan buraya 2220-dir. Buradan buraya 6660-dır. Cəmləyirəm bunları. Neçə eləyir? 8880. İndi bunu da neçə bölməliyəm? Baxın, burada 5 0 siləndən sonra nə qalır? 200. Yəni 8880-i bölməliyəm 200-ə. 44,4. Cavabımız Y variantı eləmiş olacaq. 54. Bakı və Samara eyni uzunluqdadır. Bakı 40 şimal enliyindədir. Samara da 53 dərəcə şimal enliyində yerləşmiş olacaq. Samaranın Bakıdan hansı istiqamətdir? Samara budur. Bu da Bakı. Bakıdan Samara hansı istiqamətdədir? Şimalda. Sonra deyir ki, Bakı isə Samaradan cənubda, yəni hansı 180 dərəcəlik azimutda qalmış olacaq? Cavab B. 55. Sxemə əsasən ABC xətti üzrə məsafə 22,2 cm-ə bərabərdir. Bizim lazımdır nə? Miqyas. Baxın, A uzunluq enlik hardadır? 20. B enlik hardadır? 0. Aramızda neçə dərəcə var? 20 dərəcə. 20 dərəcənin məsafəyə keçirmək üçün vururam 111-ə. Neçə eləyir? 2220. İndi baxın B ilə C-yə. C 0-dan 40 dərəcə sağda, 40 şərq uzunluğu. B 0-dan 20 dərəcə solda, 20 dərəcə qərb uzunluğu. Müxtəlif yarımkürədə toplayıram. 60-ı vurdum 111-ə. Yəni 20 ilə 40-ı topladım 60. Vurdum 111-ə. 6660. Bayaq da buranı 2220 aldıq. Cəmləyirik. Neçə edir? 8880. Onu da neçəyə bölməliyik? Baxın buradakı santimetrə. 22,2-yə. Deməli 8880-i bölürük 22,2-yə 400 alırıq. 400. 400-dən sonra da neçə sıfırımız olmalıdır? 5 sıfırımız. Cavabımız B variantı olacaq. Keçək. Tripoli şəhəri 32 dərəcə şimal enliyi, cənub coğrafi qütbünə qədər ən qısa məsafə. Baxın, Tripoli 32 şimal enliyidir. Bəs cənub coğrafi qütbü 90 cənub enliyidir. Biri şimal, biri cənub. Toplamalıyıq. 90-ın üstünə gəlməliyik 32-ni. Neçə eləyəcək? 122. Onu da vurmalıyıq məsafəyə keçirdəndə neçəyə? 111-ə. O da 13542. Yəni cavabımız A. Yəni topladıq elədi 122, vurduq 111-ə. O da 13542. Keçək 57-yə. A və B məntəqələr arası məsafə. Bax, miqyası sadələşdiririk. 5 sıfırı silirik. İzahlı miqyasa keçirdəndə. Birindən tam atırıq. Nə yazmalıyam indi? Buranı təmizləyim. 1 santimetrdə 4,5 kilometr. Bizim neçə santimetrimiz var? 8 santimetrdə x. 4,5-i vurmalıyıq neçəyə? 8-ə. Bu da eləyir 36. İndi deyir ki, ikinci xəritədə bu 36 kilometr 12 santimetrdə 36 kilometr təsvir olunub. Bəs 1 santimetrə nə qədər düşür? X. 36-nı bölük 12-yə. O da eləyir neçə? 3. 3-dən sonra neçə sıfır əlavə eləməliyik? 5 dənə. Aha, bura doğru. İndi
300.000. Bilirik 10.000-dən 200.000-ə qədər necə miqyaslıydı? Böyük. Bəs 200.000-dən 1 milyona qədər orta. Deməli cavabımız D variantı olacaq. 58. Ekvator üzərində 100 dərəcə şərq uzunluğundan şərqə doğru. Baxın, bu bizim ekvatorumuz. Bu da 100 dərəcəlik şərq uzunluğumuz. Buradan şərqə doğru, yəni sağa doğru. Nə qədər getmişik? 8991. Bunu bölməliyik 111-ə. Ekvatorda çünki 111-ə bölürük. Eləyir 81 dərəcə. Baxın, 100-ün üstə 81 gəlsək, baxın, burada bizim qarşımıza bir dənə əsas meridian var. 180 çıxacaq. 100 ilə 180-nin arasında neçə dərəcə var? 80 dərəcə. Getdiyimiz yol neçə idi? 81 dərəcə. 80-i qaldı, bax 180-dən solda, yəni şərq yarımkürəsində. 81-dən 80-i qaldı şərqdə. Biri qalacaq, qərbə keçəcək. 180-dən də 1 çıxanda neçə edir? 179 qərb uzunluğu və ekvator. Ekvator 179 qərb uzunluğu cavabımız D variantı oldu. Keçək 59-a. 59-da səyyah Bakı şəhərinə 180 azimutdan hərəkət edib. Baxın, səyyah Bakıdan deyir. Bakı 40 şimal enliyi, 50 şərq uzunluğu. Buradan haraya gedib? 180 azimutu, yəni cənuba doğru gedib. Nə qədər gedib? Bunu, baxın, bu rəqəmi bölməliyim 111-ə. Neçə edir? 71 dərəcə gedib. 40-dan 71 dərəcə aşağı düşüb. Yəni 40-dan çıxıram 71-i. Mənfi 31 edir. Mənfi aldımsa da 31 artıq yarımkürə dəyişməlidir. Bura şimalsa bu cənub enliyi olmalıdır. Yeni koordinatı oxuyun. 31 cənub enliyi, 50 şərq uzunluğu. Cavab B variantı. Sonra 60-cı sual. 60-cı suala da baxaq. Deyir, sxemə əsasən A, B, C xətləri üzərində məsafə 40 milyon göstərilibdir. Xətədəki santimetri biz tapmalıyıq. Yenə A hansının üzərindədir? 20-nin. B hansının? 0-ın. Arada neçə dərəcə var? 20 dərəcə. Vurduq 111-ə. 2220. İndi B-yə baxıram. 0-dan 30 dərəcə qərbdə. C 0-dan 30 dərəcə şərqdə. Cəm neçə edir? 60. Vurdum 111-ə. 6660. 2220, 6660. Cəmlədim, nə qədər elədi? 8880. Bu məsafə miqyasın 5 sıfırını atıram, 400 qalır. Yazıram 1 santimetrdə 400 kilometrsə də, bəs 8880 neçə santimetrdədir? Neynəməliyəm? 8880-i bölməliyəm 400-ə. 22,2. Cavabımız B variantı. Keçək. 61 də eyni onun kimidir. Yenə A-dan B-yə 20 dərəcə var. Görürsünüz A 20-də, B-də 0-da. B-dən C-yə bu 20 qərbdir, bu da 40 şərqdir. Cəmlədik 60 dərəcə var. Hər ikisini burada da 111-ə vururuq. Burada da 111-ə vururuq. Bu eləyir 6660. Bu birisi eləyir 2220. Cəmləyirik yenə 8880. Onu da 44,4-ə bölürük. 8880-i. Eləyir 200. 200-dən sonra neçə 0 yazmalıyıq? Təbii ki 5 dənə. Cavabımız D bəndi elədi. Keçək 62. Bakıdan 270 azimutu ilə 4270 kilometr məsafə yol gedəndə hansı koordinata çatacaqsınız? Bakıdan deyir, gəlin gedək. Bakı 40 dərəcə şimal, 50 dərəcə şərq uzunluğu. Buradan deyir 270, yəni qərbə doğru gedin. Nə qədər gedin? 4270. Bunu neçə bölməliyik? Bakının üzərində gediriksə də 85,4-ə bölməliyik. Eləyir 50 dərəcə. Yəni 50-dən 50 dərəcə sola get, çıx. Nə olacaq? 0 qrivniçə çatacaqsan 40 şimal enliyi. 0 qrivniç 40 şimal enliyi. Cavabımız A bəndi olacaq. İndi bu səfər görün burada nə deyir 63-də. Bakıdan deyir bu səfər 90 azimutu ilə get. Yəni haraya doğru get? Şərqə doğru get. Rəqəm. Şərq istiqamətinə doğru getməliyik bu səfər. Şərq istiqamətinə doğru gedəndə də nə qədər getməliyik? Yenə 4270. Yenə bölürük.
85 onda 4-ə neçə eləyir? 50 dərəcə. 50-nin də üstünə 50 dərəcə gəlir, 100 dərəcə şərq uzunluğu, 40 dərəcə şimal enliyinə çatmış oluruq. Ona görə də 63-ün cavabı olacaqdır 100 dərəcə şərq uzunluğu, 40 dərəcə şimal enliyi, yəni Y variantı.